Koç bürcü 18 iyun 2025-ci il. Əgər diqqətinizi cari işlərə yönəldə bilsəniz, gün gözəl keçəcək. Boş qayğılara və keçmişlə bağlı peşmançılıqlara vaxt itirməsəniz, hər şeyin öhdəsindən gələ bilərsiniz. Bəzi qoçlar ümidsiz görünən problemləri həll edəcəklər. Optimist münasibət isə yaxşı fürsətləri görməyə, onlardan uğurla yararlanmağa imkan verəcək. Şəxsi həyatınızda dəyişikliklər üçün əlverişli zamandır. Uzun müddətli münasibətlərə çevriləcək, yeni tanışlıqlar istisna deyil. Əgər çoxdan hisslərinizə etiraf etmək istəmirsinizsə, bunu təhlükəsiz edə bilərsiniz. Boğa bürcü 18 iyun 2025-ci il. Çətinliksiz olmasa da gün uğurlu olacaq. Uzun müddətdir sizi narahat edən məsələləri həll edə biləcəksiniz. Vəziyyətlər çox vaxt sizin xeyrinizə işləyəcək. Çətin vəziyyətlərdə gözləmədiyiniz insanlar köməyinizə gələcək. İlk cəhdə hər şey nəticə verməyəcək, lakin heç bir uğursuzluq sizi çaşdırmayacaq. Bir çox boğada intuisiya yüksələcək ki, bu ən qarışıq vəziyyətlərdən çıxış yolu təklif edəcək. Günün ikinci yarısı məsuliyyətli qərarlar vermək, mühüm məsələləri müzakirə etmək üçün əlverişlidir. Əkizlər bürcü 18 iyun 2025-ci il. Yeni şeylər üçün yaxşı gündür. Heç vaxt etməyə cəsarət etmədiyiniz bir şeyi sınamağın vaxtı gəldi. Hər şeyi tez başa düşəcəksiniz. İlk uğurlar çox gözlətməyəcək. Bəzi əkizlər həyatlarını daha maraqlı edəcək hobbi əldə edəcəklər. Gözlənilməz təsadüflər, şanslı fürsətlər və həyəcan verici çağırışlar ola bilər. Günün ikinci yarısı qeyri-rəsmi ünsiyyət üçün əlverişlidir. Şəxsi həyatınızda xoş dəyişikliklər mümkündür. İstədiyiniz insanlarda asanlıqla xoş təəssürat yaradacaqsınız. Xərçəng bürcü 18 iyun 2025-ci il. İşləri sonraya qoymayın. Səhər istənilən vacib iş üçün əlverişli vaxt olacaq. Çox çətin görünən işlərin öhdəsindən gələ biləcəksiniz. Bir çox xərçənglər ciddi məsələləri həll edəcək. Rəhbərliyin gözünə özünü yaxşı tərəfdən göstərəcək və məqsədlərinə çatmaqda əhəmiyyətli irəliləyişlər əldə edəcəklər. Günün ikinci yarısında yorğunluq və əsəbilik yığılacaq. Küskünlük artacaq. Hətta tanış işlərin öhdəsindən gəlmək həmişəkindən daha çətin olacaq. Yaxınlarınız köməyinizə gələcək və var gücləri ilə sizə dəstək olmağa çalışacaqlar. Şir bürcü 18 iyun 2025-ci il. Gün asan və əlverişli olacaq. Çoxdankı planlarınızı həyata keçirə biləcəksiniz. Şərait sizin xeyrinizə işləməyə başlayacaq. Ən çətin tapşırıqlar belə sizin üçün asan olacaq. Bir çox şirlər düzgün yanaşma tapa bilmədikləri insanlarla anlaşa biləcəklər. Yaxın gələcəkdə sizin üçün faydalı olacaq bir şey öyrənmə imkanı yaranacaq. Hər şeyin öhdəsindən tək gəlməyə lazım deyil. Həm sübut edilmiş müttəfiqlər, həm də yaxınlarda həmfikir insanlar köməyinizə gələcəklər. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Onlar sizə perspektivli ideyalar verəcəklər. Qız bürcü 18 iyun 2025-ci il. Asan gün deyil. Siz kifayət qədər çətin və çox da xoş olmayan işlərin öhdəsindən gəlməli olacaqsınız. Ancaq kifayət qədər səbir və əzmkarlıq göstərsəniz, hər şey nəticə verəcəkdir. Nəticələr sizi sevindirəcək. Başqalarının köməyinə ümid etməməlisiniz. Çox işin öhdəsindən tək başına daha yaxşı gələ bilərsiniz. Bir çox qız bürcü həmişə yaxşı yola getdikləri insanlarla belə ümumi dil tapmaqda çətinlik çəkəcəklər. Bu, yaxınlarınızla mübahisəli məsələləri müzakirə etmək üçün ən yaxşı vaxt deyil. Nəzakətli olmağa çalışın və heç bir vəziyyətə təkid etməyin. O zaman münaqişələrdən qaça bilərsiniz. Tərəzi bürcü 18 iyun 2025-ci il. Sakit və ölçülü bir gündür. Sizin üçün xüsusilə maraqlı olan işləri görmə imkanınız olacaq. İlk cəhdə hər şey nəticə verməyəcək. Bəzi tərəzilər orijinal ideyalar irəli sürəcək və onları tez bir zamanda həyata keçirə biləcəklər. Etibarlı müttəfiqlərin köməyi artıq olmayacaq. Ona görə də onlarla əlaqə saxlamaqdan çəkinməyin. Çox güman ki, maraqlı insanlarla tanış olacaqsınız. Nəticədə onlar uzun müddətli dostluğa və ya xoş romantikaya çevriləcək. Axşam sevdiyiniz insanla görüş üçün idealdır. Əqrəb bürcü 18 iyun 2025-ci il. Gərgin və məhsuldar bir gündür. Xüsusən də onun ilk yarısı. Əksər əqrəblər çoxdankı planları həyata keçirmək və əziz arzusunu həyata keçirmək üçün bir yol tapacaqlar. Uğurlar sizin tərəfinizdə olacaq. Amma ilk növbədə hər şey sizin öz səylərinizdən asılı olacaq. Şübhələrə və narahatlıqlara çox vaxt sərf etməməlisiniz. Günün ikinci yarısı da əlverişli olmayacaq. Bu vaxt yeni başlanğıclar üçün çox da uyğun deyil. Lakin siz bütün tapşırıqlarınızı kifayət qədər uğurla başa vura biləcəksiniz. Pis əhvalınızı sevdiklərinizin üzərindən çıxarmamalısınız. Əks halda münasibətlərinizdə problemlər qaçınılmazdır. Oğlaq bürcü 18 iyun 2025-ci il. Optimist münasibət istənilən çətinliyin öhdəsindən gəlməyə imkan verəcək. Bir çox oğlaq ən mübahisəli məsələləri belə uğurla həll edəcək. Heç bir çətinlik həvəsinizi soyutmayacaq. Sizə tanış olmayan mövzuları başa düşəcək. Yeni bir şey öyrənəcək. Karyera yüksəlişi şansınızı artıra biləcəksiniz. Sevdiklərinizlə səmimi söhbətlər üçün yaxşı gündür. Bir-birinizi mükəmməl başa düşəcəksiniz. Gələcəklə bağlı birgə planlarınızı müzakirə edə biləcəksiniz. Səyahət və səyahətlər
Sizlər üçün əlverişli zamandır. Yolda maraqlı insanlarla qarşılaşa biləcəksiniz. Dolça bürcü 18 iyun 2025-ci il. Təmkin və ehtiyatlı davransanız gün əlverişli olacaq. Bir çox tapşırıq gözlədiyinizdən daha çox vaxt və səy tələb edəcək. Əksər dolçalar hər şeyin öhdəsindən tək başına çıxmalı olacaqlar. Çünki hətta etibarlı müttəfiqlərin də köməyə gələ bilməyəcəyi ehtimalı azdır. Hər şey düzələcək, amma buna nail olmaq üçün çox səy göstərməli olacaqsınız. Axşam ictimai tədbirlərdə iştirak etmək bayıra çıxmaq üçün çox uyğun deyil. Ən yaxşısı evdə qalmaq, yaxınlarınızla vaxt keçirmək, xoş bir gün keçirməkdir. Xoş bir iş görməkdir. Oxatan bürcü 18 iyun 2025-ci il. Vacib və çətin məsələlər üçün yaxşı gündür. Kifayət qədər səy göstərsəniz, tez bir zamanda uğur qazana biləcəksiniz. Bir çox oxatanlar özlərində gözlənməz istedadlar kəşf edəcəklər ki, bu da onlara xüsusilə çətin məsələləri həll etməyə kömək edəcək. Təkcə zövq verməyəcək, həm də karyera inkişafı baxımından faydalı olacaq, yeni hobbilər inkişaf etdirə bilərsiniz. Səyahətlər üçün əlverişli zamandır. Onlar sizə çoxlu canlı təəssüratlar gətirəcək və bateriyalarınızı uzun müddət doldurmağa imkan verəcək. Uzun müddətdir sizi narahat edən mövzuları yaxınlarınızla müzakirə etmək üçün yaxşı fürsətdir. Balıqlar bürcü 18 iyun 2025-ci il. Əhəmiyyətli biznes nailiyyətləri gözləməyin. Gün yeni başlanğıclar üçün çox uyğun deyil. Bütün yarımçıq qalmış işləri tamamlamağa vaxt sərf etmək daha ağıllı olardı. Qeyri-rəsmi ünsiyyət yaxşı olacaq. Bəzi balıqlar gözəl insanlarla tanış olub onlarda xoş təəssürat yarada biləcəklər. Sevdiklərinizlə danışarkən özünüzü əlinizdə saxlamaq çox vacibdir. Bir-birinizi başa düşmək həmişə asan olmaya bilər, amma aranızda sülhü qorumağa çalışmaq vacibdir. Heç bir şey haqqında mübahisə etməsəniz hər şey düzələcək.